Salam əziz izləyicilər. Bugün yeni bir reseptlə qarşınızdayam. Görün bir paçka lavaşla mən nə hazırladım. Əvvəlcə çəkilmiş ətə ədviyyatlar əlavə edib yaxşıca qovururuq. Ət qovrulmağında olsun, bizə lazım olan digər ərzaqlar tərəvəzlər, xiyar, pomidor, bibərdir. Tərəvəzləri də göstərdiyim formada yaxşıca doğrayıb hazır qoyuruq. Qovrulmağı qoyduğumuz ətimiz də hazırdır. İndi isə lavaşları gətirib keçirik yeməyin hazırlanmasına. 2 dənə lavaşı üst-üstə qoyuruq, çünki nazik olub bölünə bilər. Mayonezi əlavə edib başlayırıq qaşıqla lavaşın hər yerinə yaymağa. Mayonezi bütün lavaşa yaxdıqdan sonra videoda göstərdiyim kimi əvvəlcə çəkilmiş əti, daha sonra xiyarı, bibəri və pomidoru hər birini səliqə ilə düzürük. Üstünə duz da vurub başlayırıq bükməyə. Lavaşları göstərdiyim formada bükdükdən sonra qoyuruq tavanı yaxşıca qızır və başlayırıq qızartmağa. Hər iki üzünü tez-tez çevirə-çevirə yaxşıca qızardırıq. Və budur, artıq qızartmaq işi də bitdi. Bir paçka lavaşla hazırladığım ən sadə yemək bu oldu. Siz də tez bazar nəsə hazırlamaq istəsəz, bu üsulu yoxlaya bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun.